Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və salamu alə mən la nəbiyyə bə'də həmmə bə'd. Davam edirik Muxtasar Sırat-ı Rasul sallallahu aleyhi və səlləm adlı Muhammed ibn Abdülvəhhab rahimahullahın risaləsini və bugün də 35-ci dərsdir və növbəti yürüş Əhzab yürüşüdür və bu da hicrətin 5-ci ilində baş vermişdi. Yəni Xəndək döyüşü adı ilə məşhurdur. Şəvval ayında baş vermişdi. Və bunun səbəbi o idi ki, Ennəl Yahud ləmmə rə'u intisar el-müşrikin yevm Uhud xaraca şirafuhum kəsələm ibn Ubey el-Haqiq və qeyruhu ilə Qureyş bi-Məkkə. Səbəbidir o oldu ki, Yahudlər görəndə ki, Uhud döyüşündə müşriklər qalib gəldilər. Onların şərəfliləri, böyükləri, yəni başçıları, seyidləri, misal üçün Salam ibn Ubey el-Haqiq kimi və qeyriləri Qureyşə, Məkkəyə getdilər. Onları yuhridunahum alə qaz Rasulillah sallallahu aleyhi ve sellem. Onları hələ bir ki qaldırırdılar Allah Resulü sallallahu aleyhi ve sellemə qarşı yürüşə həvəsləndirirdilər. Və vaadahum min anfusihimun nasr lehum və özlərinin də onlara yardım etməsini vəd edirdilər Yahudlər. Fəəcəbəthum Qureyş və Qureyş də bunlara icabət edir bu işdə. Thumma xaracu ilə Qatafan fəstəcəbu lehum. Sonra gezirlər, yəni ən böyük ərəb qəbilələrini, Qatafan, yəni Yəmən qəbiləsidir. Fəstəcəbu lehum, onlar da bunların çağırışına icabət edir, qəbul edir. ثم تافوا في قبائل العرب يدعونهم إلى ذلك فاستجاب لهم من استجاب. Sonra başladılar, yəni ərəb qəbilələrini gezməyə, onların hamısını yığmağa, toplamağa, çağırmağa Allah Resulü sallallahu aleyhi ve sellem və müsəlmanlara qarşı yürüşə. Və ərəblərdən də, o qəbilələrdən də bir çoxsu qəbul etdi bu çağırışı. Ona görə bu yürüşün adı, bu döyüşün adı Qazvatul Əhzab adlanır. Əhzab sözünün mənası, yəni hizbin cəmidir. Yəni hizb, toplular. Toplular, yəni. Hizb topludur, Əhzab onun cəmidir, toplular, yəni. Fəxaracət Qureyş və qaiduhum Əbu Sufyan fi 4000. Və Qureyş deyir, öz Əbu Sufyanın başçılığı ilə 4000 qoşunu ilə çıxır. Və vafəqəhum Bənu Süleym Bimər Zəhran və onlara yəni qoşulur həmçinin Bəni Süleym qəbiləsi Mərru Zəhran adlı yerdə, həmçinin Bənu Əsəd, Fəzara, bir də Əşcə və qeyri başqa qəbilələrdir həmçinin. Və kənə mən vafə əl-Xandəq minəl müşrikin 10.000 və beləcə də yəni o Xəndək tərəfə, yəni Mədinə ətrafına 10.000 nəfər müşrik toplanır. Yəni ordu yığılır 10.000 nəfər, yəni bu toplulardan. Fələmmə səmiyə Rasulullah sallallahu aleyhi ve sellem biməsirihim ileyhi istəşara ashabəhu. Və Allah Resulü sallallahu aleyhi ve sellem bunu eşidərək öz sahabələrini toplayır, onlarla məşvərət keçirir. Fəhşər aleyhi Səlmən əl-Fərisi bi həfri xandaq yəhulu beynəl aduvi və beynəl Mədinə. Və məsləhətçilərdən biri Salman əl-Fərisi məsləhət görür ki, düşmənlə Mədinə arasında xəndəklər qazılsın. Fəəmərə Rasulullah sallallahu aleyhi ve sellem, yəni düşmənin qarşısını almaq üçün xəndəklər qazılır. Və Allah Resulü sallallahu aleyhi ve sellem əmr edir. Fəbədərə ileyhil muslimun və müsəlmanlar da başlayır bunu həvəslə icra etməyə. Həmçinin həmin işdə özü də iştirak edir. Yəni xəndək qazmaqda. Və kənə fi həfrihi minə əyət nübuvvətihi mə qad təvatərə əl-xəbəru bihi. Və onun deyir, yəni xəndək qazaraq, yəni orada olan, yəni mütəvatir sayda, çox saylı, yəni möcüzələri var idi. Yəni bərəkətin çoxalması kimi, yəni bu kimi şeylər, yəni möcüzələr baş vermişdi orada. Sonra deyir ki, وَخَرَجَ sallallahu aleyhi ve sellem وَهُمْ يَحْفِرُونَ فِي غَدَاتِ بَارِدَ Və Allah Resulü sallallahu aleyhi ve sellem çıxır sahabələri
Onlar yəni səhərsi gün soyuq havada yəni qazırdılar. Fələmmə ra'a mə bihim minəş-şiddə vəl-cəv, onlarda yəni o şiddət, yəni aclıq, soyuqdan, yəni soyuq bu şeyləri görəndə, bu şiddəti görəndə başlayır onları həvəsləndirərək naşid etməyə də. Yəni naşid burdandır əslində. Naşid bir-iki beyt deməkdir də, yəni bu mahnı deyil, yəni bəziləri başa düşdüyü kimi, yəni bu şeir deyil. Bu bir-iki hələ bir-iki kupletdir də, bir-iki beytdir ki, həvəsləndirmək üçün, yəni işləyə-işləyə bunu oxuyursan, Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki: "Allahummə la işət illə işətəl axirə fəğfir lil-ənsar vəl-muhacirə." Ey Allahım deyir, heç bir yaşayış yoxdur axirət yaşayışından başqa. Sən deyir, ənsarlar və mühacirləri bağışla. Bu cürünə yəni ardıcıl zikr etməyə başlayır. Onlar da cavabında, hələ ki, onlar da bu kupletin cavabını ritmini tutub, cavabında deyirlər ki: "Nəhnu'l-lezine bəyyu Muhammedə aləl-cihad mə bəqinə əbədə." Biz deyir, yəni Muhammed sallallahu əleyhi və səlləmə beyət etmişik, nə qədər sağıq, yəni onunla cihad aparmağa. Və xaraca Rasulullah sallallahu əleyhi və səlləm fi 3000 minəl muslimin, və Allah Rəsulü sallallahu əleyhi və səlləm müsəlmanlardan 3000 nəfərlə çıxır. Fətəhəssənə bil cəbəl min xalfihi cəbəl səl və bil xandaq əməməhu. Və deyir, yəni qorunur arxasında deyir Səl adlı dağla, qabağında isə xəndək. Yəni arxa dağdır qoruyan, yəni dağ. Qabaqda da xəndəkdir. Və əmərə bin nisə və zərari fəcəəlu fi ətamil Mədinə. Və qadınlara, həmçinin uşaqlara da əmr edir ki, Mədinənin təpələrində yəni gizlənsinlər, arxasında gizlənsinlər. وَانْطَلَقَ Huyey ibn Əxtab ilə Bəni Qureyza, və Huyey ibn Əxtab müşriklərin başçılarından biri gəlir Bəni Qureyza, Yahudi qəbiləsinə. Fədənə, hansı ki o Bəni Qureyza Yahudi qəbiləsi Mədinə qəbilələrindəndir. Allah Rəsulü sallallahu əleyhi və səlləmin əhdləri olur ki, hücum etməyəcəyi biz sizə, siz bizə əhd olurdu aralarında. Sülh bağlayırlar. Fədənə min husnihim fəəbə Kəb ibn Əsəd ən yəftəhə ləhu. Və gəlir, yaxınlaşır, deyir, yəni onların qalasına, Yahudilərin Bəni Qureyzanın qalasına. Bəni Qureyzanın başçılarından Kəb ibn Əsəd olur. O deyir, imtina edir, açmır qapının bunun üzünə. Fələm yəzəl yükəllimuhu həttə fətəhə ləhu. Yəni, bu əl çəkmir də, yəni başlayır o ilə danışmağa, əl çəkmir. Nəhayət, yəni qapını açır üzünə. Fələmmə dəxələl hisnə qalə cibtukə bi'izzid dəhr. Və deyir, yəni qalaya girdikdə, deyir ki, sənə deyir, əsrin deyir, ən izzətlilərinidir gətirmişəm. Yəni, ən izzətli çağını çıxartmışam. Yəni, qoşunu da, yəni 10 minlik qoşunu. Yəni, hələ beləsi olmamışdı. Ci'tukə bi Qureyşin və Qatafənin və Əsədin alə qadətihə li hərbi Muhammed. Yəni, gətirmişəm sənin ayağa kimləri? Qureyşi, Qatafəni, Əsədi, bu kimi qəbilələri və onların hamısını deyir, Muhammedə qarşı, yəni, müharibə üçün. Qalə bələ ci'təni vallahi bizilli dəhr. Deyir ki, yox, and olsun Allaha, sən mənə deyir, yəni əsrin ən zəlillərini gətirmisən. Ci'təni bi həcəm qad əraqa məəhu fəhuvə yər'adu və yəbraqu leysə fihi min şey. Deyir ki, sən deyir, mənə deyir, boş bulud gətirmisən, içi suyu boşaldılmış bir bulud gətirmisən. Bu deyir, yəni şimşəyi var, gürültüsü var, amma özündə heç nə yoxdur. Yəni, bu boş-boş qoşundur da, yəni. Fələm yəzəl həttə nə qadəl əhdiyə, bu o qədər onu dilə gətirir, sözə gətirir ki, axırda deyir, bu mecbur olur, Allah Rəsulü sallallahu aleyhi ve səlləmdən olan əhdini pozsun müşrik, Yahudi. Və dəxələ məəl müşrikin və sərrə bizəlikəl müşrikun. Və müşriklərə qoşulur, müşriklər də bundandır, çox sevinirlər. Yəni, çünki Bəni Qureyza Mədinə qəbiləsidir, Mədinədə müsəlmanların arxasıdır. Arxa, hələ bir ki, arxa frontudur da, yəni. Qabaqdan müşriklər 10 min, arxadan da hələ bir ki, zərbəni Yahudilər vurmalıdır. Və şərəti Kəb alə Huyey ennəhum in ləm yazfəru bi Muhammedin ən yeciyə həttə yədxulə məhum fi hisnihim
feyusibahu ma yusibuhum fəşarətə zəlikə və vəffələhum. Deyir ki, lakin deyir Kəb ibn Əsəd Huyey ibn Əxtabla şərtləşir ki, əgər Məhəmmədə qarşı qalib gəlməsək, onların qalalarında gizlənəcək və deyir, yəni əgər qalib gəlsə, yəni onların qazancından bunu əldə edəcək və bu şərtə də razılaşırlar. Və bələğə Rasulullah sallallahu aleyhi ve sellem el-xəbərə fəbəsi iləyhim Sa'deyni, Sa'd ibn Muaz və Sa'd ibn Ubadə və Xavvat ibn Cübeyr və Abdullah ibn Rəvahə. Və bu xəbərdir Allah Resulü sallallahu aleyhi ve sellemə çatır və Allah Resulü sallallahu aleyhi ve sellem onlara iki Sa'dı, yəni Sa'd ibn Muazla Sa'd ibn Ubadəni, həmçinin Xavvat ibn Cübeyr, bir də Abdullah ibn Rəvahəni göndərir. Yəni xəbər alsınlar, örgənsinlər doğrudan da belə bir şey baş veribmi? Yəni onlar əhdi pozublar, xainlik ediblər. Fələmmədən o məhum vəcaduhum alə əxbəsi məyyəkun. Və deyir, yaxınlaşanda görürlər onların ən xəbis formasını, ən xəbis halda görürlər onları. Necə müsəlmanları arxaca söyürlər, necə ki Peyğəmbəri söyürlər, yəni Yahudiləri də. وَجَاهَرُهُمْ بِسَبْ وَنَالُوا مِنْ رَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem. Yəni açıq-aşkar deyir, söyürlər, deyir Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələri, yəni bu cürünə görürlər onları. فَانْصَرَفُوا وَلَحَنُ رَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem ləhnən فَعَزَّمَ ذَلِكَ عَلَى الْمُسْلِمِينَ فَعَزُمَ ذَلِكَ عَلَى الْمُسْلِمِينَ فَقَالَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve sellem Allahu Ekber əbşiru ya məşərəl muslimin. Və gələndə Allah Resulü sallallahu aleyhi ve sellemə bunu işarə ilə deyirlər ki, müsəlmanlar ruh düşkünlüyü hiss etməsinlər. Ki, yəni bunlar sizi alçaqlar, əhdi pozublar, söyürlər, belə bir şeylər olmasın deyə. İşarə ilə Peyğəmbər sallallahu aleyhi ve sellem bunu bildirirlər ki, müsəlmanlara bu ağır gəlməsin. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, Allahu Ekber, Allah böyükdür, əbşiru, müjdələnin ey müsəlmanlar toplusu. وَاشْتَدَّ الْبَلَى وَنَجَمَ النِّفَاقُ وَاسْتَأْذَنَ بَعْضُ بَنِي Hərisə Rasulullah sallallahu aleyhi ve sellem bu zaman deyir səhvlərə, yəni müsəlmanların səhvlərinə nifaq, münafiqlər başlayırlar nifaq səfələməyə. Yəni imtahan biraz da şiddətlənir və nifaq deyir münafiqlər ortalığa çıxır və başlayırlar, yəni misal üçün Bəni Hərisə Allah Resulü sallallahu aleyhi ve sellemdən izin istəməyə ki, Mədinəyə geri dönək. Və bu haqda Allah Taala buyurur, onların dediklərində, yəni münafiqlərin, deyirlər ki, İnnə buyutənə əvratun və mə hiyə bi əvratin in yuridunə illə firara. Əhzab surəsi 13-cü ayə Allah Taala buyurur ki, onlar deyirlər ki, bizim evlərimiz arxada boş qalıb, yəni gücsüz qalıb, hücum edə bilərlər. Ona görə biz geri qayıdaq. Həqiqətdədir, onlar deyir, yəni boş qalmayıb. Bunlar sadəcə qaçmaq istəyirlər. Allah Taala bildirir bunlar barəsində. Bunlar qaçmaq istəyirlər, bir bəhanələr uydururlar. Və qamel müşrikuna muhasirina Rasulullah sallallahu aleyhi ve sellem şəhra. Və müşriklərdir, mühasirəyə alırlar Allah Resulü sallallahu aleyhi ve sellemi, yəni müsəlmanları bir ay. Və lem yekun beynəhum qitalun li əclil xəndək. Aralarında döyüş olmur, nə üçün? Çünki aralarında bir xəndək olur deyə maniyə olur. Yəni müşriklər çox girişə bilmirlər. Yəni 10.000 müşrikdir də, yəni 3.000 müsəlmanlara qarşı. Deyir ki, illə ennə fəvarisə min Qureyş, lakin bəzi atlıları, suvariləri Qureyşin Amr ibn Abdülvud başçılığı ilə xəndəyin, yəni dar tərəfindən yaxınlaşır, oradan girmək istəyir. Gəlirlər, deyirlər ki, İnnə həzi məkidətun məkənətəl ərab tərifuhə, budur elə bir hilədir ki, ərəblərdir bunu bilmirdilər. Yəni qabaq belə strategiya yox idi. Sümmə təyəmməmu məkənən dayiqan, ondan sonra başlayırlar, yəni xəndəklərdə zəif yerlər axtarmağa, dar yerlər axtarmağa ki, oradan girsinlər, hücum etsinlər, atlarını orada çapırlar və oradan yaxınlaşıb aşkar döyüşə çağırırlar onları ki, çıxın, aşkar döyüşün. Və misal üçün təkbətək döyüşün, belə lozunqlarla, şuarlarla və Amrın bu çağırışına Əli ibn Əbi Talib radiyallahu anhu cavab verir və çıxır təkbətək döyüşür və öldürür onu.
Allah Taala onu, yəni ki, Əli radiyallahu anhunun əli ilə öldürür. Və kana min abtalil müşrikin, halbuki deyir, o deyir müşriklərin deyir, yəni bəttallarından, yəni nə deyirlər ona? Pəhlivanlarından idi. Və hazama əshabehu, həmçinin onun əshablarını da darmadağın edirlər. Yəni o hissəni də, yəni o atlıların bəzilərini. Və ləmmə talə həzil həl aləl muslimin arada Rasulullah sallallahu aleyhi ve sellem ən yusalihə və eynə ibn Husn və Haris ibn Avf və deyir, müsəlmanlar üçün bu çətinlikdir uzandıqca Allah Resulü sallallahu aleyhi ve sellem, yəni mühasirədə, yəni Allah Resulü sallallahu aleyhi ve sellem bəzi qəbilələrlə sülh bağlamaq istəyir. Ueyn ibn Həsən və Husn və Haris ibn Avf qəbilələri ilə, daha doğrusu yəni bu iki şəxslə Qatafənin rəisləri ilə, başçıları ilə də, yəni Qatafən qəbiləsinin ki, yəni təklif etdiyi nə olur? Mədinənin məhsullarından 1/3-ni sizə verəcəyik, yəni sülh müqabilində ki, siz bu döyüşə qatılmırsınız, öz qoşununuzla, öz qövmünüzlə geri çəkilirsiniz. Və bunun üzərində sahabələr arasında tartışma baş verir. Vəstəşər Rasulullah sallallahu aleyhi ve sellem və Allah Resulü sallallahu aleyhi ve sellem yenə müşavirə etməli olur. İki Səədlə, yəni Səəd ibn Muazla, Səəd ibn Ubədə ilə. Yəni bunlar qəbilələrin başçılarıdır da. Avsdan Xəzrəc qəbilələrinin, yəni Ənsarların qəbilələrinin. Fəqalə in kənəllah əmərəkə fəsəmən və taətən. Və deyirlər ki, iki saat, yəni əgər Allah sənə bunu əmr edirsə, eşitdik, itaət etdik, başqa bir sözümüz yoxdur. Və in kənə şeyən tuhibbu ən təsnəhu sənənahu. Yox, əgərdir özün nəsə etmək istəyirsənsə, biz də səninlə bu işdə, yəni köməkləşirik. Biz də edirik bunu. Yox, əgər bizim ixtiyarımıza buraxırsansa, yəni bizdən soruşursan nə edək, o zaman yox. Razılaşmayaq, onlara 1/3 verməyə, yəni. Ləqəd kunna nahnu və haulal qawm alə şirk və ibadətil awsan. Çünki bizdir və onlar bir yerdə Allah'a şərik qoşub, bir yerdə yəni bütlərə ibadət etdiyimiz halda belə onlara Mədinənin məhsullarından yedizdirməmişdik. Hələ o vaxtı. Qaldı ki, indidir biz müsəlmanıq. Beyət etmişik. Və onlara yalnız deyir, yəni İslamdan sonra ancaq deyir qılınc yedizdirə bilərik. Allah deyir, bizi İslamla deyir, kəramətləndirdi, izzətləndirdi. Biz öz mallarımızı onlara verən deyilik. Vallahi la nuti'uhum illa sayfa və savva ra'yahum. Və onlara deyir, yalnız deyir, o bizdən verirəsi şey ancaq qılıncdır. Ancaq qılınc verə bilərik, onlara qılınc yedizdirə bilərik. Və Allah Resulü sallallahu əleyhi və səlləm onların fikri ilə razılaşır. Və deyir ki, innəmə huve şeyun əsnəhu lakum ləmmə ra'aytul araba qad ramətkum ən qavsun vahidə. Bu şeyi deyir, sizin üçün etdim. Allah Resulü sallallahu əleyhi və səlləm dedi ki, bunu sizin üçün dedim ki, yəni gördüm ki, Qureyş hamısı sizi yəni bir oxla, yəni bir topluyla vurmaq istəyir deyə. Thumma inna Allah azza və cəl və ləhul hamd sana əmran min indihi xazələ bihil aduvva. Sonra elə iş gətirdik. Allah Taala'nın elə hikməti ortaya çıxdı ki, Allah Taala deyir düşməninin arasına təfriqəçilik saldı. Nə cür oldu? Fəmin zəlikə ənə rəculən min Qatafən, Qatafəndən bir kişi Nuaym ibn Məsud gizlidə İslamı qəbul edir içlərindən. Gəlir Allah Resulü sallallahu aleyhi ve sellem yanına. Fəqalə qad əsləmtu. Deyir ki, bəs mən İslamı qəbul etmişəm və deyir, istədiyini mənə əmr et, mən edim. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, innəmə əntə rəculun vahid. Sən deyir, içlərində təksəndir. Fəqzil ənhum mə istətəətə. Odur ki, yəni bir rüzə vermə, içlərində qal, lakin bacardığın qədər onların səhvlərini bir-birindən ayır, aralarını vur, yəni. Çünki döyüş deyir, yəni nədir? Hilədir. Allah Resulü sallallahu aleyhi ve sellem deyir. Fəzəhəb ilə Bəni Qureyza və kənə əşirən ləhum. Və gəlir, deyir, Bəni Qureyzanın yanına, həmin Nuaym ibn Məsud. Onlara yaxınlığı olur. Gəlir onların yanına. Fədəxələ aleyhim, girir işlərinə. Və hum lə yələmuna bi İslamihi. Onlarsa xəbərləri olmur ki, bu İslamı qəbul edib. Fəqalə innakum qad harabtum Muhammədən. Deyir ki, həqiqətən siz
Məhəmmədə qarşı döyüşürsüz, hərb edirsiniz. Və inə Qureyşən in əsabu fursatan intəhəzuhə və illən şəmməru və Qureyş də deyir, yəni fürsət tapdıqca o fürsətdən istifadə edəcəklər. Əks təqdirdə deyir, nədir? Sizi tərk edib gedəcəklər. Siz döyüşdə qalacaqsınız, onlar isə sizi tərk edib gedəcəklər. Yəni onlar görəcəklər ki, fürsət düşüb müharibəyə girişəcəklər. Görəcəklər ki, yox, sərf eləmir, qaydacaqlar, siz qalacaqsınız ortalıqda. Yəni Mədinə əhlisizsiniz, siz üzbəüz qalacaqsınız onlarla. Və belə bir fikir atır içlərinə. Deyir, onlar da deyirlər ki, bəs nə edək? O zaman nə edək? Ki, yəni Qureyş də qatılsın da, yəni köməyə gəlsin. Çünki mühümdür də, yəni sabahlarım Qureyş imtina eləsə döyüşdən, bunlar qalacaq üzbəüz Mədinə əhli. Düzdür? Deyir ki, lə tuqatilu məhum həttə yu'tukum rəhəin. Onlarla bərabərdir döyüşməyin, ta ki onlar sizə bir girovlardan verməyincə. Yəni girovları versinlər, qoy, əlinizdə girovları olsun, ondan sonra döyüşün. Fəqalu qad əşərti bir ay. Dedilər ki, sən gözəl bir fikir söylədin. Thumma mada ilə Qureyş və qalə həl tə'ləmuna vuddi ləkum və nusuhi. Sonra gedir Qureyşlərin yanına. Deyir ki, mənim sizə sevgimi, mənim sizə səmiyyətimi bilirsiniz də. Deyirlər, bəli, bilirik. Deyir ki, yahudlər peşman olublar. Öz əhdlərini Allah Rəsulü sallallahu əleyhi və səlləmdən pozmağa. Və innahum qad ərsəlu ilə Muhammedin ennahum yəxuzuna minkum rahəinə. Onlar deyir, yəni xəbər göndəriblər Allah Rəsulü sallallahu əleyhi və səlləm yanına ki, sizdən biz girov alacaqlar. Yəni siz Qureyşlilərdən girov alacaqlar və onu Allah Rəsuluna qaytaracaqlar, o girovları. Yəni onların plenlərini, əsirlərini alıb sizə qaytaracaqlar və sonra sizə qarşı toplaşacaqlar. Yəni Bəni Qureyzə müsəlmanlarla güya ki. Deyir ki, fin səəlukum fələ tu'tuhum. Sizdən bir girov istəsələr birdən. Onlara deyib, axı, girov istəyin. Birdən sizdən girov istəyərlər, verməyin, ha. Yəni belə aldadacaqlar. Girovları qaytaracaqlar müsəlmanlara, Məhəmmədə. Özləri də toplaşacaq onlarla. Bunlara da belə deyir. Thumma zəhəb ilə Qatəfən. Sonra Qatəfən qəbiləsinə də gedir, həmin şey deyir. Fəqal ləhum misli zəlik. Fələmmə kənət leylətə səbt min şəvval. Və Şəvval ayının 6-cı günü gecəsi gəldikdə, 6-cı günü bilirsiniz də, yəni yahudilər səbt günü, yəni səbt günü işləmirlər, döyüşmürlər yahudilər. Və səbt günü gələndə, 6-cı gün gələndə deyir ki, bə'su ilə yəhud innə lesnə məkum bi ərdin muqamin və qad hələkəl kira vəl xof. Və Qureyşlər göndərirlər xəbər yahudilərə ki, bəs biz deyir, yəni qıraq torpaqda qalırıq da, yəni biz öz torpağımızda deyilik, ona görə sizdən yəni kömək istəyirik. Çünki mal-qaramız deyir, həlak olur. Qaldıqca da yəni burada. Yəni mühasirəyə tutmuşuq. Yəni yeməyimiz, içməyimiz var, çətinliklərimiz var. Yəni yardım istəyirik. Ona görə də deyirik ki, gəl bu döyüşü başa çatdıraq, çox qalmayaq burada. Deyir ki, fəqadav binə ilə Muhammed həttə nunəcizuhu fəərsilu iləyhim innəl yevmi yevm səbt. Deyir, odur ki, gəldir birləşək, döyüşək, yəni ona qarşı onları məhv eləyək. Ki, vaxtımız çox getməsin, biz də burada yəni ehtiyaclarımızı çox uzatmayaq. Onlar da cavab göndərirlər ki, bugün 6-cı gündür, bilirsiniz. Yəni 6-cı günü işləyən, döyüşən, bunların başına, yəni bizim qövmdən, yəni bu işləri edənin başına nələr gəlib. Və mə həzə fələ nuqatilu, yəni bugün döyüşən deyilik də, yəni 6-cı gündə döyüşən deyilik və üstə gəldi ki, bizə girov verməyincə biz sizinlə döyüşən deyilik. Üstə gəldi, girov verin. Biz bugün döyüşmürük, sabah döyüşərik misal üçün, amma girov istəyirik də müqabilində. İndi bu adam da gedib deyib onlara ki, girov verməyin. Bunlara da deyib ki, girov alın. Deyir ki, fələmmə cəəhum rusuluhum qalu qad saddaqakum vallahi nuaym. Və rəsulları deyir, elçiləri deyir, qaydanda deyir Qureyşlərə.
Qureyşlər deyirlər ki, doğrudan da Nuaym doğru demişdi. Bunlar hələ bu hiləni edirlər. Fəbəsu ileyhim innə vallahi lə nəbəsu ileykum əhədən. Və bunlar da xəbər göndərirlər, elçilər göndərirlər ki, Allaha and olsun da biz sizə heç bir girov, heç kəsi verməyəcəyik. Burslara da demişdi ki, onlar verməsələr, bilin ki, atmaq istəyirlər sizi. Fəqalət Qureyzə. O zaman Bəni Qureyzə deyir ki, qad saddaqakum vallahi Nuaym. And olsun ki, deyir, Nuaym sizə doğru demişdi. Yəni, bunlar vermək istəmirlər. Fətəxazələl əl-fəriqan. Və ona görə də aralarına deyir, nə düşür? Parçalanma düşür. Yəni, əhdləri pozulur. Fəərsəlullah aləl-müşrikin cündən min rihin fəcəalət təqudu xiyəməhum. Və Allah Taala bu zaman deyir, müşriklərə deyir, öz ordusunu göndərir. Tufan göndərir. Olan düşərgəsini dağıdır, darmadağın edir. Qazanlarını aşırır. Və onların, nə deyirlər ona? Çadırlarını salır yerə. Həmçinin ordu göndərir mələklərdən, onları yəni şiddətə salır, qorxuya salır. Onların qəlblərinə qorxu salır. Necə ki Allah Taala buyurur: "Ya eyyuhellezine amenu zkuru ni'metallahi aleykum iz ja'atkum junudun ferselna aleyhim rihan ve junudan lam tarawha." Əhzab surəsi 9-cu ayə. Ümumiyyətlə bu hadisələr Əhzab surəsinin əvvəlindən başlayır. Deyir Allah Taala buyurur ki: "Ey iman edənlər, Allahın sizə etdiyi neməti xatırlayın. Bir zaman o sizin üçün müşriklərə qarşı qoşun göndərmişdi. Tufan və mələklərdən ibarət. Yəni siz görmədiyiniz qoşun, yəni mələklərdən ibarət olan. Fərsələ Rasulullah sallallahu aleyhi ve sellem Huzeyfə bin Yəmən yətihi bi xəbərihim. Və Allah Resulü sallallahu aleyhi ve sellem Huzeyfə bin Yəməni göndərir, xəbər alsın. Fəvəcədəhum alə həzil həl və görür onlar yəni paramparça olublar, bu haldadılar. Və qad təhayyyu lirrahil və tufan bunları dağıdıb, mələklər də bunları vurur, əzir, yəni qəlblərinə qorxu düşüb və bunlar geri çevrilirlər. Yığırlar əşyalarını geri qayıtmağa. Fəracə ileyhim fə əxbərahu bi rahilihim. Və qayıdır Allah Resulü sallallahu aleyhi ve sellemə xəbər verir ki, artıq onlar geri dönürlər. Artıq onlar qayıdırlar. Yəni 10 minlik ordu geri çəkilir. Fələmmə əsbəhə Rasulullah sallallahu aleyhi ve sellem insarafa anil xandaq raciən vəl muslimuna iləl Mədinə. Və səhərsi günü Allah Resulü sallallahu aleyhi ve sellem və müsəlmanlar birgə Xəndəkdən dönürlər Mədinəyə. Xəndəkləri tərk edib dönürlər Mədinəyə və silahlarını qoyurlar artıq. O zaman Cəbrail əleyhissalam gəlir, zöhr vaxtı və onlara deyir ki, yəni Allah Resulü sallallahu əleyhi və səlləmə deyir ki, "Əqad vada'tumus silah", silahlarınızı qoydunuzmu? Cəbrail əleyhissalam deyir. Halbuki deyir, mələklərdir öz silahlarını hələ qoymayıblar. Odur ki, deyir, gedin deyir, bunların üstünə Bəni Qureyzanı göstərir. Yəni, bunlardır sizin əhdinizi pozan xainlər. Gedin bunları öldürün. Fənədə Rasulullah sallallahu aleyhi ve sellem və Allah Resulü sallallahu aleyhi ve sellem çağırış edir. Uca səslə, "Mən kənə səmiyən mutiən fələ yusallinə əl-əsrə illə fi Bəni Qureyzə." Deyir ki, kim eşidib itaət edirsə, əsr namazını yalnız Bəni Qureyzədə, yəni zöhr vaxtı olur bu hadisə. Deyir ki, Bəni Qureyzəyə yetişməyincə, yəni qəbiləyə yetişməyincə əsr namazını qılmırsınız. Allah Resulü sallallahu aleyhi ve sellem deyir. Və məşhur burada yəni fiqhi ixtilaf var da, yəni bu məşhur hədisdir. Fəxarəcəl muslimun saraan və müsəlmanlar deyir, tələsərək çıxırlar. Hətta izədənə Rasulullah sallallahu aleyhi ve sellem min husunihim qal. Və deyir, müsəlmanlar tələsərək çıxırlar, gəlib çatırlar onların qalalarının qarşısına və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, "Ya ixvanəl qarada həl əxzəkumullah və ənzələ bikum nikmətəhu." Ey meymunların qardaşları, gördünüzmü necə sizi Allah Taala deyir alçaltdı və sizə qarşı öz qəzəbini endirdi. Və hasarahum Rasulullah sallallahu aleyhi ve sellem 25 leylətən hətta cəhədəhumul hisar. Və Allah Resulü sallallahu aleyhi ve sellem onları 25 gün mühasirəyə aldı. Gəldi o vəziyyətə çatdılar ki, artıq yəni dözə bilmədilər bu mühasirəyə.
Allah Taala qəlblərinə deyir qorxu saldı. Fəqalə ləhum rəisu Kəb ibn Əsəd və Kəb ibn Əsəd onların başçısı onlara dedi ki, inni a'ridu aleykum xilalə sələsən. Mən sizə deyir 3 şeyi deyir, təklif edirəm, yaxudlərə deyir. Xuzu əyyuhə şi'tum nusaddiqu həzə racul və nəttəbihu. Bunlardan bu 3 şeydən hansını istəyirsiniz, götürə bilərsiniz. Onlardan biri odur ki, biz bu kişini təsdiqləyirik və ona tabi oluruq. Fəinnakum ta'lamun, lakin siz bilirsiniz ki, ennehu nebiyyullazi tecidunuhu mektuben indakum fit-Tevra. O həqiqi peyğəmbərdir, sizin Tövratınızda da onun adı yazılıb. Yəni bu birinci. Qalu la nufariqu hukmet-Tevra əbədən. Deyirlər ki, biz deyir Tövratın hökmündən dönən deyilik. Qalə vaqtulu əbnəəkum, ikinci məsələ odur ki, övladlarınızı, qadınlarınızı öldürürsünüz və onlara qarşı deyir, çıxırsınız döyüşməyə qılınclarla. Ta ki Allah deyir, sizinlə onun arasında hökm kəsənə qədər. Deyirlər ki, fəmə xeyrul iş bədə əbnəinə və nisəinə. Yaxşıdır, övladlarımız öləndən sonra, qadınlarımız öləndən sonra deyir, bizim yaşamağımızın deyir nə xeyri. Qalə fəənzilü leylətə, o zaman deyir, gecə vaxtı deyir, düşün. Gecə vaxtı qalalarınızdan düşün. Fəəsə ən yəkunu Muhammed və əshabuhu qad əmənnukum fihə liənnəhə leylətus sabt. Çünki ola bilsin deyir, Məhəmməd və onun əshabları, sahabələri sizdən əmin olsunlar ki, 6-cı gün siz döyüşməyəcəksiniz. Yəni 6-cı gün gecə vaxtı düşün. 6-cı gün. Xainliyə bax. Ola bilsin, onlar əminli olsunlar. Bilsinlər ki, siz 6-cı gün döyüşməyəcəksiniz. Ləəllənə nusibu minhum qarratan. Ola bilsin, biz onları qəflətdə yaxaladıq belə. Qalu lə nufsidu səbtənə. Deyirlər ki, yox, biz deyir, yəni 6-cı günün əhdini də pozan deyilik. Və qad alimtə mə əsabə mən i'tədu fis-səbt. Artıq sən də bilirsən ki, 6-cı günün deyir, əhdini pozanların başına nələr gəlir. Qalə mə bətə racul minkum munzu vələdəthu ummuhu leylətən minəd-dəhri həzimə. Thumma nəzəlu alə hukmi Rasulullah sallallahu əleyhi və səlləm. Yəni anası doğduğudur vaxtındandır sizdən bir kəs belə, yəni hələ də ağıl sahibi olmayıb, ağıllanmayıb. Belə bir ifadə deyir. Sonra məcbur olurlar, təslim olurlar Allah Resulü sallallahu aleyhi və səlləmin hökmünə. Fəhəkəmə fihim Səd ibn Muaz, yəni deyirlər ki, bizə deyir, hökmü kəssin Səd ibn Muaz. Yəni bilirlər ki, hökmü yüngül olacaq. Səd ibn Muazdan deyirlər. O da hökm kəsir, təbii ki, Allah və Resulü sallallahu aleyhi və səlləmin izni ilə onun hökmü kəsir. Fəhəkəmə ən tuqtəl ər-ricəl və tuqsəməl ənval. O da hökm kəsir ki, kişilər öldürülsün, malları deyir, qənimət götürülsün və həmçinin qadın və uşaqları əsir tutulsun. Və ənzəlallahu fi ğazvətil xəndəki sadr surətil əhzəb və zəkər qissətəhum fi qavlihi və Allah Taala deyir, yəni Əhzab surəsinin əvvəlində deyir, bu hadisə barəsində çoxlu ayətlər nazil etmişdi və bu qissəni deyir, orada hekayə etmişdi və başlayır Əhzab surəsinin 9-cu ayəsindən, haradakı Allah Taala buyurur: "Ya eyyuhellezine amenu zkuru ni'metallahi aleykum." Ey iman edənlər, Allahın sizin üzərinizdə olan nemətidir, xatırladın. Bu 9-cu ayə və 27-ci ayəyə qədər haradakı deyilir: "Və əvrəsəkum ardahum və diyarahum və əmvalahum." Və sizə deyir, onların, yəni Bəni Qureyza yahudilərin torpaqlarını, diyarlarını və mallarını qənimət olaraq bağışladı Allah Taala. Summa daxilə sənə sədisə, ondan sonra deyir, hicrətin 6-cı ili daxil olur və sonra gəlir, bundan sonraki hadisə gələn dəfə qalsın inşallah. Sulhul Hudaybiyyə, Hudaybiyyə sülhüdür. Subhanakallahumma hamdika, əşhədu an la ilaha illə əntə, əstəğfiruka və etûbu ileyk.